Salam əziz dəyərli izləyicilər. Bugün sizə əqrəb burcunu təqdim edirəm əzizlərim. Bax əziz əqrəb. Bəzi məsələlər üzə çıxa bilər, bəzi gizli qalan məsələlər üzə çıxa bilər. Daxili gücünüz yenidən oyandığı bir həftədir. Siz su elementinin ən güclü, sirli nümayəndələrindən birisiniz əzizim. Bu həftə sizin üçün enerjiniz daha da dərinləşəcək. Sanki görünməyən qüvvələr sizi yönəldəcək. Bəzi hadisələr ilk baxışda təsadüfi görünəcək, amma siz hiss edəcəksiniz ki, bu sadəcə təsadüf deyil. Bu həftə həyat sizinlə elə bir açıq, biraz açıq deyil. Elə bir sizinlə biraz gizli danışacaq. Amma bunu ancaq hiss edənlər anlaya biləcək. Psixoloji baxımdan çox güclü bir həftə gəlir üzünüzə yavaş-yavaş. Bəzən özünüzü çox güclü, istədiyini bilən biri kimi hiss edəcəksiniz. Amma bəzi anlarda səbəbsiz yerə bir gərginlik, şübhə, daxili qısqanclıqlar, bunlar hamısı qarşılıqlıq yaşaya bilər. Amma bunlar hamısı sizi qorxutmasın. Bu deyərdim ki, daxili dəyişimin əlamətləridir. Siz artıq əvvəlki siz deyilsiniz, əziz əqrəb. Bəzi əqrəblər bu həftə öz həyatına daha da dərindən baxmağa başlayacaq. Özünüzə belə suallar da verə bilərsiniz. Həqiqətən kiməm, həqiqətən qorxularım hardan gəlir, neyi buraxmalıyam, neyi qoymalıyam, necə irəli getməliyəm. Yəni suallar içinizdə o qədər çoxdur ki, əziz əqrəb. Bu həftə ailə bağlarından əlaqəli dərin emosiyalarla müşahidə olunur. Ailə daxilində uzun müddətdir gizli qalan bir məsələ üzə çıxacaq. Bu sizi təəccübləndirə bilər, amma eyni zamanda sizi azad edəcək. Bəzi əqrəblər ailə üzvlərindən biri ilə çox səmimi, açıq söhbətlər aparacaq. Bu söhbətlər ya münasibətinizi tam dəyişəcək, ya da daha da güclü biraz da eləyəcək, əziz əqrəb. Bu həftə keçmişin enerjiləri də aktivləşəcək sizdə. Uzun müddətdə əlaqə saxlamadığın bir insan yenidən həyatına daxil ola bilər, mesaj yaza bilər. Bunlar təsadüf deyil. Bunlar elə bir yarımçıq qalmış hekayənin davamıdır. Bəzi əqrəblər bu həftə keçmişlə bağlı bir mövzunun bağlanması demək ola bilər. Bu həftə dostluq münasibətində maskalar düşəcək əzizim. Bəli, çoxunu tanıyacaqsınız. Bəzi həqiqi dost dediyiniz dostların niyyəti üzə çıxa biləcək. Düzdür, bunları biləndən sonra sizi biraz məyus edə bilər. Amma deyərdim ki, siz bunları bilərək daha da güclənəcəksiniz. Eyni zamanda bu həftə sizi sadiq olan insanın dəyərini daha da dərindən anlayacaqsınız. Sosial elə bir çevrəndə yeni tanışlıqlar mümkün olacaq. Amma bu tanışlıqlar adi olmayacaq. Bu insanlar sizdə izah edə bilinməyən hisslər oyada biləcək. Sanki onları elə bir əvvəldən tanımış kimi olacaqsınız. Hər güclü bir enerji müsbət də olmaya bilər. Sən dostun üçün, əziz əqrəb, sinəni irəli verənsən. Oxlarınısa düşmənə saxlayırsan. Mələk kimi görünən şeytanlardan qorun çalış bu 10 gün içində. Yolların, planların, bəzi planların yarım qaldı. Amma ümidini kəsmirsən. Biraz xərclərin bu axır vaxtlar çox ola bilər. Sağlığınla əlaqəli, ev şəraiti ilə əlaqəli, övladın varsa övladına əlaqəli xərcləriniz çıxa bilər. Amma əlinizə pul gələcək, diqqətli ol. Amma əlinizə gələn pulda, əlinizə ki o pul gəlir, o pulda gözü olanlar var, nəzəri olanlar var. Ay aman birdən pul olar, artar, qalxar, pis niyyətli enerjilər də var ətrafınızda. Negativləriniz bax yavaş-yavaş gedəcək. Amma üzərinə düş. Təmizlik işləri ocağında elə. Nə xeyrisi varsa sizə gələcək. Bir dəyişim, dönüşüm ola biləcək. Toksit sevgilərdən uzaq durun bu həftə. Durğunluq, tıxanıqlıq maddiyyatla əlaqəli var. Çünki sənin düşmənlərin var, ciddi. Ruzuva qarşı bağlantılar, önünü fəsadlar törətmək istəyənlər var. Buna diqqət et. İçində bağladığın, bastırdığın duyğular var. Bir də səbirsizlik var sizdə. Sevgi əlindədir. Doğru insan
seçmisən və ya seçə bilərsən. Ya seçdiyin insan sənin canını biraz ağrıda bilər. Yanlış sahildə növbə qurma. Çalış. Ailə quranlar, bax bu aprel ayında ola biləcək, huzur gələcək. Amma sağlığınıza deyərdim ki, bu 3 ayın ərzində diqqət edin. Sağlığınızla əlaqəli narahatçılığınız ola bilər. Bəzinizdə mədə bağırsaqla, ürəklə əlaqəli, bəzinizdə zobla əlaqəli belə xəstəliklər üzə çıxa bilər, özünü göstərə bilər. Bunlar hamısı sinirlə vurulan bir ağrılardır. Yəni vaxtıkən o qədər hər bir şey əsəb, həqiqətən ki, orqanizm hər bir şeyini dağıda bilir. Yəni mədəyə də sinirlə pis təsir eləyə bilər, ödünüzə də pis təsir eləyə bilər, sinir sisteminiz də pozula bilər. Yəni çalışın, öfkənizə hakim olun. Heç kimə toxunmaq istəmirsən, heç kimi qırmaq istəmirsən, qırılmaq da istəmirsən. Amma quyruğumu tapdalamasınlar deyirsən. Tapdalasılar, mənim obru üzümü görəcəklər. Sən çox mərd insansan, sədaqətlisən. Əlini, yəni, hətta elə bir insanlara əli uzatırsan, qolvu qoparıb aparırlar. Biraz zehnin qarma-qarışıqdır, vəsvəsələr var, paniataqlıq var, ürək döyüntülərin güclənə bilər bu həftə ərzində. Üsyan edilməyə qədər yorğunsan, əziz əqrəb. Həqiqətən çox yorğunsan. Bəzi insanlardan ötürü problemlər yaşadın. Bəzi məsələlərlə gedgəllik oldu. Şübhəçi halın da var sənin. Qısqanclıq var çox. Aşırı bəzinizə qısqanclıqlar var. Etməyin. Bax, qısqanclıq etsən rahat ola bilmirsən. 2018-ci ildə çox şeylər dəyişdi siz üçün. 18-ci ildən sonra çox şeylər dəyişdi əqrəb sən üçün. Yavaş-yavaş toparlanırsan. Çox şeylər yaşadın. Dolça, buğa, əqrəb, şir. Aranızda bəzi sərtlik də ola bilər. Saydığım bürclərlə biraz aranızda sərtlik ola bilər. Siz hələm tutduğunuzu buraxmazsınız. Kontrol əlində saxlamaq istəyirsən, məsafə, sevdiyi insanla aranızda bəzi məsafə ola bilər. Xəyanət götürə bilmirsiniz. Arada bir dostluq xəyanəti də ola bilər, sevgi xəyanəti də, hətta ailə içində də bir-birinə xəyanət edə bilərlər. Ən çətin olan bir şey kontrol altında tuta bilirsiniz. İnsanla tez bağ qura bilirsən, lakin tutduğun hər şeyi sonsuza qədər, yəni onu deyirəm ki, sənin olmaya bilər. Ona görə tutduğun hər bir şeyə diqqət et. Keçmişi geri almaq olmur əzizim. Çox şey ölçdün, biçdin. Bu 8 ildə geriyə dönüb baxırsan ki, səndən alınan, səndən gedilənlər nə oldu? Səni kiçildən şeylər yox. Dönüşərək sınaqlardan çıxdın əzizim. Çox şeylər son illərdə yaşadın əziz əqrəb. Bir divara söykənmək istəyirsən, belə sağlam söykənmək istəyirsən. Amma o divara baxırsan ki, çatlayır. Yəni hansı kiməsə söykənmək istəyirsənsə, özünə arxa bilmək istəyirsənsə, çox arxa bildiyin insanlardan zərbə gördün. Ailədə gözləmədin qırğınlıq yaşana bilər. Qırıldın elə bir ailədən, birilərindən. Sinir sistemin yəni biraz pozula bilər. Ağlınla, tək bədəninlə deyil, ruhən yoruldun. Çünki gələcəkdə yəni qurduğun hər bir sistem birəbir elə bir istədiyin kimi getmədi, pozuldu. Sevgi həyatında çətinliklər keçdin. Bəzən həyat insanı planla aparmır, əziz əqrəb. Sevgi sahəsində bu həftə transformasiya enerjisi var sizdə. Əgər münasibətdə olan əqrəbsənsə, sevgilin, həyat yoldaşın varsa, dərin dəyişikliklər baş verə biləcək. Ya da daha da güclənəcək, daha da gizli qalan həqiqətlər üzə çıxa biləcək. Subay əqrəblərsə, qarşılaşdığınız insan sizə güclü təsir edə biləcək. Bu təsadüf olmayacaq tanışlıq. Taleyin bir oyunu kimi hiss edə biləcəksiniz siz gələn bir tanışlıqla, amma üçüncü şəxslərə diqqət et həyatında. Maddiyyat sahəsində diqqətli ol. Xərcləri, yəni bir günə nəyə hara xərcləyirsən ki, arxanda da, dar günündə də pulun olsun. Yeni planlar qurmağa başlayacaqsan.
Planların o dəqiqə dərhal həyata keçməyə bilər. Uyğun zaman deyil indi bu həftə, amma yavaş-yavaş keçəcək. Yəni strategiya qurmaq üçün uyğundur, amma maddiyyat baxımından isə gözlənilməz xərclərin çıxacaq. Bax, yenə bayaq vurğuladım. Sağlığına da olar, ailədə, uşağa da görə. İş yerindən sənə bir xəbər gələ biləcək. Ya işdən, köhnə işlədiyiniz yerdən bir xəbər eşidəcəksiniz. Qəribə təsadüflər yaşanacaq. Birilərindən sizə bir təklif gələcək, iş təklifi ola biləcək. Demirəm bu həftə, biraz gözləməli olmalısınız. Aprelin sonuna kimi bir xəbər eşidəcəksiniz. Bir insanı düşünürsünüz, o insan sizə yazacaq. Eyni simvolları, rəqəmləri görə bilərsiniz. Yuxularınız real mesaj verə bilər sizə. Yəni yuxular sizə açıq yol göstərəcək bu aralar əzizim. Diqqət etməli məsələlər çox vacib ola biləcək. Ətrafınızda sizə qarşı gizli niyyəti olandan bir insan olacaq. O insan hər zaman açıq görünmür sizin qarşınızda. Amma yavaş-yavaş siz onu hiss edəcəksiniz. Amma hiss etməkdə siz əqrəblər həddən artıq güclüsüz ha. Çox güclüsüz. Deyərdim ki, bir gələcəyi görmək, nə bilim, hiss etmək, amma danışmırsınız çoxunuz. Hiss edirsiniz. İnsana baxanda bilirsiniz o insan nə insandır. Bəzən də ki, saflığınızdan görə bilmirsiniz o pis niyyətli insanları. Yenidən küllərindən doğulursan əzizim. Artıq köhnə düşüncələrdən, köhnə enerjidən azad olmağa başlayırsan əziz əqrəb. Bəzi proseslər sənin həyatında asan olmaya bilər. Biraz çətinliklər ola bilər. Gözəl, vacib addımlar atacaqsınız. Yəni hisslərinizə güvənin, enerjinizi qoruyun. Keçmişlə üzləşməkdən qorxmayın. Hər kəslə hər şeyi paylaşmayın. Tələsmədən qərar verməyin. Bu mənim məsləhətimdir sizə əzizim. Gələcəyinizə gözəl qapılar açılır. Köhnə həyatınızı geridə qoyacaqsınız. Yeni mərhələyə keçid edəcəksiniz. İnanın ki, heç kəs inanmayacaqlar. Sizin gələcəyə doğru, fürsətlərə, təkliflərə addım ataraq, irəliyə doğru gedərək sizə paxıllıq edənlər belə təəccüblə baxacaqlar, şok keçirə biləcəklər ki, yəni bu insan birdən-birə hardan hara getdi, hardan hara qalxdı, yüksəkliyə, iş yerində bir dəyişikliklər ola biləcək, işlə əlaqəli, müqabilə ilə bir təsdiqlənmə ola biləcək, ya müqabilə ilə bir işə düzələ bilərsiniz əzizim. Yollarınızda açıqlıq var. Biraz yəni ürəyinizi rahat buraxın. Biraz olumlu baxın hər bir şeyə, olumsuz baxmayın əzizlərim. Bir də ki, yaxşı düşünün ki, yaxşı şeylər qarşınıza gəlsin. Diqqətinizə görə var olun, sağ olun.